Bitki mənşəli qidalanma sadəcə trendlə deyil, endokrin sağlamlıqla da əlaqəlidir. Elmi tədqiqatlar göstərir ki, bitki əsaslı pəhriz hormon sistemini 3 əsas mexanizmlə tənzimləyir. 1. İltihabı azaldır. Çünki lif, antioksidant və fitonutriyentlər ilə zəngin olan bitkilər insulin və kortizol səviyyəsini sabit saxlayır. 2. Qaraciyər detoksunu gücləndirir. Burada estrogenlərin və digər hormonların dəyişikliyi baş verdiyinə görə bu bizim üçün çox önəmlidir. Lifli qidalar, kətan toxumu, tərəvəzlər, paxlalılar artıq hormonların metabolizə uğrayaraq bədəndən xaric olmasını sürətləndirir. 3. Bağırsaq mikrobiomunu sabitləşdirir. Həmçinin estrogen, tiroid və stress hormonlarının da sirkulyasiyasında əsas rol oynayır. Unutmayın ki, balans çox vacibdir. Tam vegan pəhrizdə B12 vitamini, D vitamini, sink çatmamazlığı hormon istehsalını azalda bilər. Yəni məqsəd təkcə bitkilərlə yaşamaq deyil, bitki əsaslı və balanslı qidalanmaqdır. Elmi sübutlar göstərir ki, sağlam hormon sistemi təmiz qida, sabit mikrobioma və az iltihablı orqanizm deməkdir. Özünüzdən müğayət olun və bitkilərlə zəngin olan Azərbaycanımızda ilin hər fəslində bitkisel qidaları menyunuza daxil etməyi unutmayın. Özünüzə yaxşı baxın.